Hər vaxtınız xeyir olsun, dəyərli dostlar, dəyərli Ağdaş Balıqçılar Klubunun izləyiciləri. Bugün 12 aprel 2025-ci il. Yolumuz Şəmkirədir. Şəmkir sezonunu açıq elan edirik. Mənimlə bərabər səfərə yol almış balıqçımız Tural qardaşdır və Qurban qardaşdır. Birlikdə səfərə başladıq inşallah və ümid edirik ki, gözəl nəticələr olar və çəkib sizlərlə paylaşarıq inşallah. Bizi izləməyə davam edin və çox maraqlı olacaq. Dəyərli dostlar, dəyərli klubumuzun izləyiciləri, artıq suyun kənarındayıq, yerləşmə mərhələsi gedir, biliklərimizi açmışıq və buradakı ən çox effekt verən bir neçə yem ilə tanış etmək istəyirəm. Birincisi bu qardığalı jımığıdır. Ev usulü ilə hazırlanmışdır. Tərkib haqqında isə kanalımızda əvvəlki buraxılışlarda ətraflı məlumat verdik pişirmək haqqında və tərkib haqqında. Və altında da gördüyünüz kimi belə bir qırmaq buraxılıb. Bu da ən çox Şəmkir üçün istifadə olunan bir üsuldur ki, bu şardır, adi bildiyimiz şardır. Yəni bu da ən çox Şəmkirdə effekt verən üsullardan biridir. Birazcık sonra atacaqları yoxlayacağıq. Həmçinin də gecəni də biz qalacağıq və ümid edirik ki, gözəl çəkilişlərimiz olacaq və bu çəkilişlərlə sizləri də məlumatlandıracağıq, sizlərə də göstərəcəyik inşallah. Uğur olsun hər birimizə. Bizi izləməyə davam edin. Burada çox maraqlı olacaq. Rast yazın. Allah balığını getirsin. Amin. Necə deyərlər? Rast yazın. Dəyərli izləyicilər, digər bir usul isə gördüyünüz kimi kanapilə jımığıdır ki, bu da Şəmkirdə ən çox effekt verən yemlərdən biridir. Xüsusən də ilin bu fəsillərində. Yəni də burada da qırmaq buraxılıb və şar əlavə etmişik. İndi bu üsulda yoxlayacağıq. Alınan nəticələri sizlərə çəkib
Görüşəcək inşallah. Rast gəlsinlər birimizə. Bizi izləməyə davam edin. Gözəl. Gözəl bir atış oldu. Güzel bir vuruş oldu. Tural kardeşin qarmağın götürdü. Gətir görək Tural nə gətirsən. Gətir görək. Aha. Güzel bir leş. Morskoy leş. Bereketli olsun Tural. Hayırlı olsun. Ardı gelsin. Güzel bir çapaq. Morskoy fason. Hayırlı olsun kardeş. Değerli izleyiciler. Qurban kardeşin de qarmağını vuruş oldu. Güzel bir şamayı. Güzel bir şamayı. Hayırlı olsun kardeş. Ardı gelsin. Daha irileri gelsin. Gözəl. Neye götürmüştü? Belə bir yemli Kamil qardaşımız da var. Ağdaşların nəzərinə. Güzel. Sakin yarmalara bak. Değerli izleyiciler, saat artık 7'dir. Külək başladı Şəmkirdə. Bunun üçün hələ ki oruç dayanıb. 9 üçün külək kəsməlidir, onu gözləyirik. İnşallah ki külək kəsər və videolarımıza davam edərik. Bizi izləmədə qalın. İnşallah yaxşı olacaq. Değerli izleyiciler, sazan çıktı. Tural kardeş çıxdı. Külək kəssə çəkişlərimizə davam edəcəyik. İnşallah ardı gəlsin. Demək değerli yoldaşlar, bugün aprel ayının 13'ü yer dəyişmə məcburiyyətində qaldıq. Çünki dünən axşama sarı Şəmkirdə güclü külək başladığı üçün düzdür, gecə çəkilişləri eləyə bilmədik. Balığımız oldu. Allah bərəkət versin. Şamayı müəyyən qədər kart tutduq. Sazan da oldu. Çapaq da oldu. Yəni müəyyən qədər balığımız var hələ ki. Burası gecə güclü külək olduğu üçün çəkiliş eləyə bilmədik. Ona görə də gəlmişik digər bir yerə. Gördüyünüz kimi burada Şəmkir
su anbarının bir hissəsidir. Bura nisbətən külək daxil olmadığı üçün burada yerləşmişik. Ümid edirik ki, yaxşı çəkilişlərimiz olacaq. Çünki hava da artıq gün çıxıb Gəmkirdə. Yəni bir növ balıq havasıdır. Qalır bir sazan tutmağımız. İnşallah onu da tutarıq və çəkib sizlərə nümayiş elətdirərik. Bizi izləyin, izləməyə davam edin. Bura çox maraqlı olacaq. Dəyərli izləyicilər, balığa gəlib balıq yeməməyə eyb olar. İndi Qurban qardaş bizim üçün görək nə bişirir. Nə bişirsən qardaş? Kazan var, taraf var. Bəh. Maşallah. Çevir onu o bir tərəfin. Gözəl. Bax qardaş, sən də klubumuzun izləyicilərinə Salamlayıram mən size. bizə sözlərinizi deyin. Allah'ım ya kısmet eylesin inşallah. Ya burada hem çetin iş buralar düştü. Yani kolu İlham Bey'le hazırlayıptı. Allah razı olsun. Yine işlemem bak. Balığı da temizlemiş. Şimdi oturup İlham Bey'lerin kırsını temizleyecek. Ben de sual yiyeceğim. Daha başka atıyordu. Başıma gelirsin. Her hafta sizden geleceğim. Heç nə, qəşəng qardaşlar. Sağ olun. Gözəl istirahətdir, hava da gözəldir. Qalıb bir trofey. Bəli. Bir dənə trofey də çıxarsaq, çəkilişimizi tamamlaya bilirik. İnşallah onu da çıxardarıq. Hələ buradayıq axşama kimi inşallah. Ümid edirik ki, gözəl nəticələr olacaq. Qarmaqları da atmışıq. Bu da bizim çöl süfrəmiz. Qurban, o qara tava deyirlər. Bəli. Bax, həmin qara tava budur. Həmin qara tava. Həmin o qara tava budur. Bax. Yeri var elə. Onun başqa ləzzəti var. Onu ancaq çölçülər bilər. Yəni sizin o restoranda, kafelerde yediğiniz balığın tadı Tərsənginə değil satmaq. abi. Bu da köhnə bıçaq. Bunu götürsən. Bu balığı kör oynuyor. Ha kardeşler, nuş olsun. Sağ ol qardaş, sağ ol. Güzel. Bunun harikası var qardaş. Bunun ləzzəti ancaq çölçülər bilər. Nuş olsun qardaşlar. Hər kəsə xoş istirahətlər. Göz hakkınızı alabilirim. Gözəl istirahətlər hər kəsə. İnşallah hər kəsə qismət olsun beldə çöldə istirahət eləmək arzusunda olanlar. Çox balıqçılar var ki, işlə əlaqədar yəni çox gəlib gedə bilmirlər. Mən onlara arzu edirəm ki, işlərin sahmana salıb gəlsinlər. Belə çöldə gözəl istirahət eləsinlər.
Tural qarmağın. Qardaşın qarmağın. Vurdu. Qardaş. Var bir şey. Güzel. Sazan oxşuyur amma o. Sazandır. Get, Sadoğu get. Qəşəng. Çəkir sağa. Get. İli de öyle ama normal. Sazandır. Dəqiq bilə. Göründü. Gözəl. Qəşəng, xeyirli olsun, əla. Gözəl bir sazan. Ben de diyorum aç. Axır ki, Ben darman bölünü tutulmamıştım. axır ki, Sekizler. Bakıyorum. rahat. Kilo yarım var. Allah bərəkət versin. Ben makranamışım, atmak lazım. Deyirəm, Tural əlində tut. Yığışır da. Bir qarmağa saxlamışdı. Allah qarmağı bir aparır. Xeyirli olsun. Allah bərəkət Ardı versin. gəlsin. Allah'ım qismət eləsin. Gözəl qardaş. Xudafiyyə istəyirik. Bu da Şəmkirin kişmiş kimi Erkək. sazanı. Yəni rəngindən görürsüz ki, necə təmiz bir balıqdır. Bəli. Hər kəsə qismət olsun, rast gəlsin, ardı gəlsin inşallah. Amin. Əla, qəşəng. Salağın qarmaqları. Deyil. Deyil, elə idi. Tələsmə, bir yaxda mən də tələsdim. Növbəti vuruş. Yenə Turalın qarmağını vurub. Görək nə gəlir. Karas. Güzel bir karas. Burada balıqları yaşatmaq lazımdır. O birində vuruş oldu. Şəmkir su ambarı 12 aprel. Tok vuranlara baxın. Dəyərli Ağdaş Balıqçılar Klubunun izləyiciləri, bugünkü Şəmkir səfərimizin sonuna çatdıq. Ovumuzu yekunlaşdırırıq, artıq ki, biraz sonra axşam düşəcək və istərdim tutduğumuz balıqlar haqqında sizə məlumat verək. Düzdür, xırda balıqlar çox oldu, yəni onları çəkiş etmədik. Əsas biz sazan balığı üçün, carp fishing balıqçılığı üçün gəlmişdik. Düzdür, 3 ədəd sazan balığı xidmətimizə düşdü ki, bunlardan birini çəkib sizə nümayiş etdirə bildik. İkisini gecə çəkilişi olduğu üçün, həm də külək olduğu üçün nümayiş etdirə bilmədik. Lakin sizə indi o balıqları biz təqdim edəcəyik.
Bura qardaş, bir dənə zəhmət olmasa. Oraları. Gözəl. Xeyr. Ümumilikdə 6 kiloqram, 7 kiloqram balıq eləyər ki, müəyyən çəkidədir hər biri. Yəni ilin bu fəsil üçün bu nəticə yaxşı nəticədir. Çünki bildiyiniz kimi balıq daha sazan balığının qanı çox olduğu üçün aktivləşir əsasən may ayından sonra. Yəni bu aprel ayının günü 12-sidir. Hava şəraiti də bu gün yəni biraz soyuq keçdi. Yəni bu nəticə bu gün üçün yaxşı nəticə demək olar. Növbəti çəkilişlərimizdə inşallah yaxşı nəticələr arzulayırıq özümüzə və sizlərə də arzulayırıq ki, gələsiniz siz də istirahət edəsiniz və Allah sizlərə də, hər birinizə də xeyirli ovlar, xeyirli balıqlar nəsib eləsin inşallah. Bizi izləməyə davam edin, kanalımıza abunə olun. İnşallah gələn çəkilişlərdə daha gözəl nəticələrlə sizlərə nümayiş elətdirərik. Arkadaşlar da öz sözləri deyib. Herkes salamlayıram. Allah herkese böyle bir gözəl ol qismət eləsin inşallah. Beşlə. Sağ olun, var olun.